Hər vaxtınız xeyir olsun Çinarə. Bəli, vurğuladığınız kimi son 10 ildə onkoloji xəstələrin sayında 3 dəfə artım müşahidə olunur və təbii ki, kifayət qədər ciddi bir rəqəmdir bu artımla bağlı sadallanan informasiyalar və indiki məqamda təbii ki, sual yaranır, nəyə görə artır və biz həkimlə də az əvvəl həmsöhbət olduq və qeyd elədik ki, əvvəlki dövrlərdə fərqli olaraq indiki məqamda diaqnoz erkən qoyulur və bu da statistik rəqəmlərə öz təsirini göstərir və ilk yerdə ağciyər xərçəngi, ikinci yerdə isə süd vəzi xərçəngi dayanır. Digər yerlərdə hansı xərçəng növləri var, eyni zamanda nə ilə əlaqədardır, necə qoruna bilərik? Bununla bağlı informasiyaları qonağım pulmonoloq Sona Hacıyevadan alacağıq. Xoş gördük Sona xanım. Təfərrüatlara, sadaladığım suallara, cavabları sizdən eşidək. Hər vaxtınız xeyir. Demək, Dünya Statistika Komitəsinin, Xərçəng Statistika Komitəsinin verdiyi məlumatlara görə son illərdə yeni xərçəng diaqnozu qoyulan xəstələrin sayı dünyada 20 milyon nəfər və xərçəngdən ölən xəstələrin sayı isə 10 milyon nəfərə yaxın qeydə alınmışdır və bunun səbəbləri müxtəlifdir. Yenə Dünya Kanser Statistika Komitəsinin verdiyi məlumatlara əsasən bunun yaranma, səbəbləri arasında 3 başlıca faktor yer almaqdadır. Birincisi, dünya əhalisinin sayında artış olması, dünya əhalisinin qocalıq yaşının daha uzun olması və eyni zamanda tibbin inkişafı, yəni yeni cihazların, avadanlıqların inkişafı, eyni zamanda kanser tarama, yəni skrining proqramlarının da son zamanlarda dünyada sığorta proqramına alınması nəticəsində erkən mərhələdə ağciyər olsun, yəni başqa kanser olsun, erkən mərhələdə diaqnoz qoymaq mümkün olur və bunun nəticəsində də xərçəng diaqnozu alan xəstələrin sayı ilbəil artmaqdadır. Bundan başqa genetik faktorlar var, çevrəsəl faktorlar var. Sizin də bəhs elədiyiniz kimi birinci sırada əvvəllər qadınlar arasında süd vəzi xərçəngi yer almaqdakən hal-hazırda ağciyər xərçəngi yer almaqdadır. Bunun səbəbi artıq qadınlar arasında da zərərli vərdişlərin daha çox istifadə olunması, tütün və tütün məhsullarının istifadəsidir. Eyni zamanda fast food qidaların son zamanlarda artması, çevrəsəl faktorlar, iş şəraiti və başqa faktorlar bura daxildir. Biz ilk olaraq hansı addımları ataraq qoruna bilərik? Məsələn, bu düzdür, genetik faktorların da olduğunu vurğuladınız, amma indiki məqamda nələrdən uzaq duraraq bu özümüzü bir növ sığorta altına ala bilərik bu xəstəliyə yoluxmadan? Öncəliklə qeyd edeyim ki, bu statistikada həm rast gəlmə tezliyi, həm də ölüm oranı ən yüksək olan xərçəng ağciyər xərçəngidir. Mən də bir pulmonoloq olaraq bu zərərli vərdişlərin son zamanlarda həm kişilər arasında, həm də qadınlar arasında artdığını qeyd edə bilərəm. Zərərli vərdişlərdən öncə uzaq durmaq gərəkər. Bura təkcə siqaret deyil, eyni zamanda digər tütün məhsulları, elektron siqaret də daxildir ki, hansı ki, son zamanlarda yeniyetmələr belə hal-hazırda istifadə eləyir. Bir sual da verim, qidalarımızın bəs təsiri necə, varmı bura? Nə qədər faizlə təsir göstərir? Əlbəttə, qidalar da 3-cü yerdə kolorektal kanserlər, yəni bağırsaq və düz bağırsaq xərçəngi statistik olaraq yer almaqdadır. Yəni bildiyimiz kimi fast food qidaların daha çox artması, fərqli, yəni qidaların, yəni paketlənmiş qidaların daha çox istifadəsi, bu iş şəraiti ilə əlaqədar, sosial faktorlarla əlaqədar, onun da bu xərçəng kolorektal kanserlərin daha çox yayılmasını təmin edir. Təşəkkür edirəm suallarımıza ətraflı cavab verdiyiniz üçün. Elə qeyd edeyim ki, bir daha son illərdə, yəni son 10 il ərzində xərçəng xəstəliyinə yoluxanların sayında artım müşahidə olunur, 3 dəfə artıb və elə suallarımıza da cavab verdi həkimimiz ki, həm zərərli vərdişlərdən, eyni zamanda qidalardan uzaq duraraq genetik faktorlarda düz təsir göstərir, amma sadalanan məqamlara da diqqət edərək öz sağlamlığınızın qeydinə qalmış ola bilərik. Çatıra biləcəklərimiz bu qədərdir, söz yenidən sizdədir. Təşəkkürümü bildirirəm Rəqsanə. Təəssüflər olsun ki, onkoloji xəstəliklərin tam səbəblərini də bəlli etmək mümkün deyil, müəyyənləşdirmək mümkün deyil. Bəzən çox sağlam həyat tərzi sürən insanların da erkən yaşda bu xəstəlikdən həyatını itirdiyini görürük.